Gövhər Rızayeva həmişə maraqlı açıqlamaları ilə diqqət çəkir də. Çox maraqlı, həmişə demişəm, indi deyirəm, Gövhər Rızayeva həmişə özü olub. Kənardan nə isə götürsün, öyrənsin, kimisə belə yamsılanmaq deyirlər də. Heç vaxt Gövhər xanımda olmayıb. Gövhər xanım həyatda necədirsə, elə kameranın qarşısında da odur. Çox maraqlı xanımdır. Deyir qızlara cehiz verməyin. 3 övladım, 5 nəvəm var. Atam 52 yaşında infarkt keçirdi, işləyə bilmədi. Gördüm ki, ata-anama kömək lazımdır. Toyumu da özüm etdim, cehizimi də özüm aldım. Atama, anama yük olmamışam. Hər şeyi özüm etmişəm. Gövhər xanım əməkdar artist, Azərbaycan Respublikasının əməkdar artistidir. Qarmon ifaçısıdır. Mən çox sevirəm bu xanımı. Deyir, güclü qadın olmaq yaxşı deyil. Evdə özünü fəhlə kimi göstərdinsə, ömrünün axırına kimi hammal olacaqsan. Hər şeyi bacardığını göstərsən, bütün yük sənin üzərinə düşəcək. Bu düzgün deyil. Doğrudan elədir. Evdə kim güclüdür, kim biraz pul qazanmağı bacarırsa, həmişə elə olur da, hamı, qohum əqrabanın özü. Belə, mən çox adamları elə qohum əqrabamdan deyirəm, hamısını bloklamışam. Mənə görəndə salam vermirlər də, amma işləri düşəndə mənə elə sözlər deyirlər, deyirəm, ilahi, bu onlardırmı? Belə mənə salam vermirlər, heç məni tanımırlar, amma işləri düşəndə, ona görə deyirəm, adamın bir sifəti olar, gedin işinizlə məşğul olun. Qızlara çox cehiz verməsinlər, qoy özləri çalışıb qazansın, alsınlar və qədrini bilsinlər. Hər şey hazır olanda qiyməti bilinmir. Kişi də düşünür ki, hər şeyin var, marağı da çöldə olur. Qoy birlikdə alsınlar, sonra da qədrini bilsinlər. Yəni, ər-arvad qəpik-qəpik üst-üstə qoysunlar, o özləri alsın. Düz deyir. Məsəl üçün, hamımız eləyik, kimsə bizə bir şey hədiyyə verəndə o qədər də qiymətini bilmirik. Amma ona oxşar bir şey alırıq. Onun qiyməti əgər 1000 manatsa, ondan 5 manat öz pulumuzdan alanda, o 1000 manatın alınan hədiyyənin qədrini bilmirik. Amma 5 manat verib aldığımız hədiyyənin qədrini elə bilirik ki, çünki biz almışıq, bizim də axı özümüz. Sənətçi geyim tərzindən də söz açıb, o əvvəlki zamanı ilə indiki müqayisə edib. Qız nə idi, qısa geyinmək nə idi? Bizim vaxtımızda dizdən yuxarı geyinmirdilər. Hər şeyin təhəri var. Soyunmağın da, geyinməyin də öz qaydası var. O vaxt musiqiçiyə də pis baxırdılar. Əvvəl uşaqlar oynayır, oyunlar oynayırdılar. İndikilər telefon qara günə qoyub müəllimə hörmət edirdik. İndi üstünə qışqırırlar. Boşanmaq nə idi? Heç vaxt deyil bizim vaxtımızda. Gövhər xanım deyir ki, boşanmaq olmayıb. Canım mənim Gövhər xanım, düz deyirsiniz. Siz də zəhmətkeş xanımsınız. Ümumiyyətlə, ailədə çalışmaq lazımdır ki, artıq daha bizdə belə deyir, qatar bizdə gedib. Biz özümüzü belə yazıq da göstərsək, xeyri yoxdur. Hamı bilir ki, ona görə də Gövhər xanım, bəli, məsləhət yaxşıdır. Yenə də deyirəm, məsləhət yaxşıdır, gözəl məsləhət verirsiniz siz. Çox gözəl məsləhət.